آن پرچم علینی ucatmışıq biz məktəbində izzət qazanmışıq biz. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين وصلى الله على سيدنا ونبينا محمد وآله الطاهرين اللهم صل على محمد وآل محمد وعجل فرجهم 59-cu dərs Sifatu Cəhənnəm. Ötən dərslərdə 2 dərs təxminən cənnət barəsində, cənnətin nemətləri barəsində, məqamları barəsində müəyyən qədər söhbət açdıq. İndi istəyirik ki, cəhənnəm barəsində danışaq. Niyə? Çünki sonumuz ya cənnətli idi, ya cəhənnəmli. Allah cəhənnəmdən hər bir mömin bəndəsi uzaq eləsin, biz də onların içində. Əgər onun azacıq belə mənasını başa düşən heç vaxt ora düşmək istəməz. Heç bir ağıllı insan, düzdür arada zarafata məsələn görsən, axmaqlıqdan deyirlər ki, qışda olsa cəhənnəm istəyəcək. Bunlar hamısı düşüncəsizlikdən və axmaqlıqdandır. Əgər ilahi peyğəmbərlər cəhənnəm sözü eşidəndə tir-tir əsirdilər, onlar başa düşürlər ki, cəhənnəm nə deməkdir. Gəl bəzi əzablarını oxuyacaq. Yəni elə bir əzablar ki var, insan ağlı onu düşünə bilməz. Necə cənnətin nemətlərini düşünmək qeyri-mümkündür, cəhənnəmdə əzabını düşünmək insanın düşüncəsinin fövqündədir. Ona görə də bir neçə səhifədə cəhənnəmin sifətləri barəsində kitab sahibinin gətirdiklərini danışaq və indi bəzi əlavələr də olsa inşallah qeyd edərik. Təarrəfna fid-dərsi sabiq ilə axiri məvaqifil müminin vəl muhsinin. Ötən dərsdə mömin və yaxşı insanların son çatacağı yerdən danışdıq. Vəl-əb'ad əl-müxtəlifə lil-cənnə və cənnətin müxtəlif nahiyələrindən, dərəcələrindən və məqamlarına danışdıq. Və kunnə qəd zəkərna sabiqən ənə axirə məvqifin min məvaqifil qiyamə lil-musiin huvə cəhənnəm. Və qeyd elədik ki, pis insanların ən son yeri haradır? Cəhənnəmdir. Çoxlu əzab görəcəklər ölüm anından, bərzəxindən, nə bilim deyəm, məhşərindən, ən axırıncı o gedəcəkləri yer, daxil olacaqları yer cəhənnəmdir. Və sənusəllitu əd-dav'a fi hadzal dərs və dərs-i lahiq alə abhad fi hadzal məcal li ma'rifətil məzid havləl əzabi lillahi fi hadzal mövqif. Bu dərsdə və bundan sonraki dərsdə bu barədə daha artıq məlumat verəcək və bu mərhələdə, yəni günahkarların son yeri olan cəhənnəmdə Allah Taala'nın verəcəyi əzabların bəzilərini işarə edəcək ki, Allah Taala günahkarlara orada hansı əzabı verəcək. Və sənufridu hadzal dərs li bəhthi sifati cəhənnəm təhdidən. Bu dərsdə isə cəhənnəmin sifətlərindən danışacağıq. İnnə cəhənnəmə hiyə axiru mövqifin lil kafirin vəl musiin. Həqiqətən cəhənnəm kafirlərin və günahkarların son yeridir. Və hiyə nihayə ləti təhtəvi ələ cəmi ənvail əzab vəl həvan. O, bütün alçaldıcı əzabları və şiddətli əzabları ehtiva edən bir sondur. Yəni, orada elə bir əzab yoxdur ki, orada olmasın. Hər cür əzab, hər cür orada şiddət və həvan. Bir var əzab, bir də var həvan. Əzab, insanın mümkündə cisminə verilən şeylər. Həvan isə sındırmaq deməkdir. Mümkündür, məsələn, bir kişini döyərlər. Bir kişini döyərlər. Qol qaburasına sındır, ona o qədər gəlməz. Amma indi məsələn, fərzən deyək, üstünə məsələn nəcis atsalar, ya məsələn deyək, namusun söysələr. Mümkündür, bədəninə bir şey olmuyor, amma ruhuna elə bir bıçaq sancılır ki, sanki 1000 dəfə də onun bədənini öldürsəydilər, o hiss eləməzdi. Həvan o deməkdən sındırıcılıq, aşağılayıcı şeylər. Cəhənnəm həm əzabla doludur, həm də həvanla, aşağılamaqla, sındırıcılıqla. İnşallah gəlin, məsələn, qabaqda bəzi ayə və hədislərə işarə edəcək ki, məsələn, cəhənnəm əhlinin içirdilən şeylərdən biri dari'dir. Bəzi rivayətlərdə gəlibdir ki, dari'nin mənası fahişə qadınların övrətindən axan iyrənc su deməkdir. Artıq o, mümkün bədənə o qədər əzab verməyəcək. O, sındırıcılıqdır, yəni həvandır. Nəysə, deyək ki, o, əzab və həvandan doludur. Və leysə ləhə nəhayətun əbədən. Onun heç bir sonu yoxdur. Yəni, ora girdisə,
Bəzi möminlər ki, müəyyən qədər əzab çəkəndən sonra çıxacaq, amma kafirlər, münafiqlər orada əbədi yanacaqlar. Və lətələmə əşarəl Qur'anul Kərim ilə həzihin nihayəl məş'umə. Quran-ı Kərim davamlı şəkildə hey insanları bu həqiqətə çağırır ki, bir təhər eləyin, canınızı qurtarın oradan. O çox pis sonluqdur. Ora gedib düşməyin. Və qeyri muntəhə mirarən və tikrarən, təkrar dönə-dönə deyir ki, yəni bura çox pis yerdir, canınızı oradan qurtarın. Və əbbər ənhə bi təabirən min qəbiləl xüsranil mubin və saət məsira və bi'səl mihad və cürbəcür təbirlərlə, cürbəcür ayələrin sonunda cəhənnəmin pisliyin, qorxuduculuğun, vəhşətin, dəhşətin müxtəlif ifadələrlə ifadə eləyir. Əl-xusranul mubinəni açıq-aşkar ziyankarlıqda olmaq, yəni ziyandır, başdan başa ziyan. Saət məsira, nə pis sonluqdur və bi'səl mihad, nə pis o da sonluqdur, yəni ərəb dilində söz bolluğu var, bizdə o söz yoxdur. Mihad da məhd sözündəndir mümkündür, beşik, amma yenə uşağın qalacaq yeri, insan gedib qalacaq yeri nədir mihaddır. Birinci nöqtə, əsma cəhənnəm, cəhənnəmin adları. Cərət təbir ənin nar bi əsma mütəəddidə. Buyurur ki, cəhənnəmdən təbir eləyən zaman, yəni odun ifadə eləyən zaman müxtəlif adlardan istifadə eləyib. Əbrəzuha cəhənnəm. Ən çox istifadə olunan bütün müsəlmanlar arasında cəhənnəmdir. İstər biz olar, ərəblər olsun, farslar olsun, türklər olsun. Bəli, məsələn deyək, fars dilində duzəx sözü var cəhənnəm mənasında, behişdə cənnət mənasında. Bu gün də bütün müsəlmanlar cəhənnəm deyib və başa da düşür. İndi öz dilində bir söz var, işimiz yoxdur, amma cəhənnəm sözü elə bir sözdür ki, bütün müsəlmanlar hansı millətindən olursa olsun, cəhənnəm deyən kimi başa düşür söhbət nədən gedir. İndi öz dilində sözü ola bilər, işim yoxdur. Amma cəhənnəm demək ən məşhur addır ki, bütün müsəlmanlar cəhənnəm deyən kimi başa düşür ki, həmin o əzab olunan yerə deyirlər. Əlləzi zukirə fil Qur'an-ı Kərim 70 mərrətən 70 dəfə cəhənnəm sözü Qur'an-ı Kərimin ayələrində keçibdir. Və qəd ixtulifə fi mə'nahu lüğəvi. Deyir ki, qrammatika alimləri, lüğət alimləri bu sözün lüğəti mənasında ixtilaf eləyiblər. Mənasını biliyor, bütün müsəlman bilir ki, yəni insan, kafirlərin, yəni münafiqlərin, pis insanların qalacağı əzab yerinə cəhənnəm deyirlər. Yaxşı, bu ərəb sözüdür görəsən, ya ərəb dilində başqa sözdür. Əgər ərəb sözü hansı sözdən götürülür, nə mənasını verir? Yəni, ta ki, İslamdan qabaq. Həzrət Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm Quranı gətirməmişdən qabaq. Cəhənnəm deyəndə ərəblər nə başa düşürdülər? Nə deməkdir cəhənnəm? Fəalləl vəznində cəhənnəm zahirən fəalləl vəznindəndir. Nə deməkdir? Fəminhum mən fəssərəhu bin nar. Bəzi lüğət alimləri, qrammatik alimləri deyiblər ki, mənası od deməkdir. Bəzilər bu cür deyiblər. Və minhum mən qalə innəhu bi mə'na əl-qar. Bəzilər deyirlər ki, quyunun dibi deməkdir. Hansı düz deyir, hansı deyir, Allah bilər. Nə qədər ki, tutaq ki, məsumdan xüsusi bir təkid yoxdur ki, filan məna düzdür. Mümkün 10 dənə də mənası olar, hamısı da düz ola bilər. Xülasə deyir, bəzilər deyir ki, od mənasındadır, bəzilər deyirlər ki, quyunun dibi mənasındadır. Əl-bəid, yəni o dərin bir quyunun dibi. Və ki, bəli, qar bir şeyin dibi nə deyərlər də? Əmiq, yox. Qar elə gözəl sözdür, orada yerinə düşür. Bəid uzağa deyərlər. Belə aşağı bəy? Yox. Əl-qa'rul bəid. Yəni qar dibdədir və uzaqdır yəni. Elə biləm ki, qəşəng ifadədir. Hansı? İbn Mənzur deyib. Yəni, İbn Mənzurdakı elə belə alimdir yəni. Lüğəti mənasıdır. Nəysə, demək kiləl mə'nəyən müəbbirən ən həqiqəti cəhənnəm tamamən. İndi hansı düz deyib, hansı alim düz deyib, neyniyib? Heç bəlkə də məsələn deyə bilmirik ki, heç bir ərəb sözüdür. Bəlkə ərəb sözdür. Ərəbləşmiş bəlkə sözdür. Bilmirəm indi, məsələn deyək, İbrani dilində, Siryani dilində, yəni ərəblərin bu ərəb yarımadasında yaşayan qədim millətlərin bəlkə dilindən qalan sözdür. Məsələn, amin sözü, deyilir ki, ərəb sözdür. İbrani sözü Siryanın qəbul etmə mənasında, amma ərəb deyil. Ərəb dilinə keçsə də ərəb sözü deyil. Yaxud da ki, bəzi sözləri ərəblər ərəbləşdirib qəbul eləyib. Məsələn, misal deyək ki, biz Davud əleyhissalam deyirik. Amma öz dillərində Davud əleyhissalam ki, Bəni İsraildən də onlarda Daviddir zahirən. Maisey, məsələn, Musa əleyhissalam biz Musa deyirik ərəb dilində, onlar Maisey deyirlər. Abraham, nə bilə. Yəni, sanki, məsələn, deyək, o dildən keçəndə ərəblə bir forma dəyişib. Bəlkə o qədim o dillərdən imiş keçib, cəhənnəm formasına keçib, xülasə. O qədər də mühüm deyil, yəni, lüğəti hardan keçib.
Hətta Allah sözünün özündə də bu ixtilaf var. Allah sözü ərəb sözüdür ya qədim dillərdən keçən sözdür. Bəziləri deyirlər ki, İbrani sözüdür. Qədim dillərdən keçib. Əsl ərəb sözü deyil. Çünki bir vaxt uzun bir müddət belə deyək də dünyanın dini ağalığı Bəni İsrailin əlində olub. İbrahim övladlarının ta peyğəmbərimizə qədər bir İsmail əleyhissalam deyək ki, peyğəmbər çıxmışdı onlardan. Bir də ki Muhammed sallallahu aleyhi və aleyhi və səlləm, yəni bir təxmini götürək də İbrahim əleyhissalamla Musa əleyhissalamın arasında 700 il. Düzdür? Musa əleyhissalamla İsa əleyhissalam arasında 1500 il, 1600 il. Nə qədər elədi? 1500 götürəndə 2200. Bir 500-də, 600-də İsa əleyhissalamla peyğəmbərə gəl, 2800 il. Yəni təxminən İbrahim əleyhissalamla, yəni İsmail əleyhissalamla Muhammed sallallahu aleyhi və aleyhi və səlləmə qədər 2700 ilə qədər məsafə keçib. 2700 ildə ərəbdən demək olar ki, peyğəmbər gəlməyib. Dini rəhbərlik, ilahi rəhbərlik kimin əlində olub? Bəni İsrailin. Yəni İshak əleyhissalamın övladlarının. Ona görə onların dilləri 2700 il dini termin kimi dünyada nədir? O dövrki İslam dünyasında da, İslam deyil, müsəlman, o vaxtki müsəlman dünyasında dini ab-havada onların terminləri olub. Necə ki, 1400 ildə artıq ərəb terminləri bütün müsəlmanların dilinə keçib. Hamımız deyir, azan dedi, iqamə oxudu, təyəmmüm elədi, qusul elədi. Ərəbi də o söz deyir, farsı da o söz deyir, mümkün ingilisdə təyəmmüm deyir, heç bəlkə sözlər yoxdur. Niyə? Çünki artıq İslam dini ki, ərəb peyğəmbərinin dili ilə gəldi, onun dili neynədi? Müsəllət oldu digər xalqlara. Eləcə də Allah adını yaşadan Bəni İsrail idi. Bəni İsrail peyğəmbərlər idi. İbrahim əleyhissalamdan tutdu İshak əleyhissalam, ta ki gəldi İsa əleyhissalama qədər hamısı Bəni İsrail peyğəmbərləri idi. Ona görə də onların dilləri nədir? Daha çox yayıldı dünyanın hər tərəfinə. 2700 ilə qədər ərəbdən peyğəmbər çıxmadı. Bu səbəbdən də onların dillərindən çox sözlər keçdi ərəbinə, dini terminlər çox keçdi. Burada qəribə gəlməsin ki, məsələn, cəhənnəmin əsli yedi o dillərə çıxmış olsun, ola bilər, bəid döyü. Nəysə, bir haşiyə idi, çıxdıq kənara, qaydıq öz bəhsimizə. Və killəl mə'nəyəyn müəbbirən ən həqiqəti cəhənnəm təmamən. Deyir ki, bu mənan hər ikisi cəhənnəmin həqiqətini ifadə edə bilir. Zəlikə ənnən nar və lihraq. Çünki yandırıcılıqdır, nə bilim, oddur, bunlar hamısı. Vəl-umq, dərinlik nədirlər? Əhəm müvasifat cənnə. Cəhənnəmi üzr istəyirəm. Cəhənnəmin əsas vəsflərindən və özəlliklərindəndir. Cəhənnəmin əsas xüsusiyyəti nədir? Onun dərində olmağı və onun yandırıcı və od olmağı. Biraz dərin bir padvala düşən, cəhənnəmdir ki, bura. Lüğətdən kənarca belə adi ürfümüzə də qaydanda qaranlıq bir yerində bura cəhənnəmdir ki, bura. Yəni sanki bir dərin, qaranlıq bir görəndə cəhənnəmdir. Və uşirə ilə cəhənnəm bi təabirə uxra fil Qur'anil Kərim minha. Cəhənnəmə başqa ifadə ilə də Qur'an-ı Kərim cürbəcür sözlərlə ad veribdir. Nədir o adlardan? Ən-nar, od, əl-cəhim, əs-səir, nədir? Səqər, xutamə, ləza, haviyə. Cürbəcür adlardan bəzilər mənasına işarə edir. Fənnar, mərufə. Nar deyəndə od. Hamı başa düşür. Vəl-cəhim hiyə narul müstəirə və şədidə. Şölələrini alovlanan o da cəhimdir. Və səir, yəni ən-nar əl-multəhibə vəl-muhriqə, yandıran və alovlanan, o da təxmin elə həmən kimi mənadadır. Səqər bimənə nar ləti tuğayyir əlvanəl əşya min həvliha min şiddətil hərarə. Deyir ki, səqər deyəndə o da deyirlər ki, istiliyinin hərarətindən, alovundan yox, istiliyin hərarətindən ətrafındakı şeylərin rəngin dəyişir, üzünün çöhrəsini dəyişir. Necə məsələn, təndirdə alovu söndürürlər. Amma közün istisi o qədər olur ki, xəmiri qızardır, çörək şəklinə salır. Misal deyirəm, yanı. Demək, onda təndirin istisi alovla döyü. Yəni, təndirin istisi səir döyü. Yuxarıda nə deyir? Nədir? Hərir deyil, ya səir. Səqərdəndir, yəni. İstiliyin şiddətindən ətrafındakının rəngin dəyişir. Bəli. Və səqər bimənə nar ləti tuğayyir əlvanəl əşya min həvliha min şiddətil hərarə. Səqər o istiliyə deyirlər ki, istiliyinin gücü ilə ətrafındakı şeylərin rəngini dəyişir. Vəl-xutamə əyil mühəşşimə, sümüyün sındıran.
Hattamə sözünə deyir ki, hutamə ki gəlib Quranda cəhənnəmin adlarından və ləhum məqami'u min hadid. Quran deyir ki, bizim onların, o günahkarların, kafirlərin sümüyünü sındırmaq üçün ağır çəkizlərimiz var. Mən çox deyirəm, bu ayə çoxdan bir neçə dəfə demişəm. Cavan vaxtı, uşaq vaxtı futbol oynayanda bu qıçımızın bu sümükləri həmişə gömgöy olardı qabaq tərəfi. Ən pis ağrıyan yerlərdən biri o qabağın sümükləridir. Sümüyə ki təpik dəyir, adamın elə bir ki, elə bir ağrı yaşadır ki, dözülməz ağrı. Sümüyə ki o təpik dəyəndə o cür. Sonra da əli vurursan yerinə, neçə gün sonra da onun ağrısı getmir oradan. Elədir, gömgöy olur o. İndi hələ o adi bilən təpikdir. Birdən çəkizlə insanın sümüklərini qırsınlar. Nə əzab verər insana? Quran deyir, və ləhum məqami, yəni çəkizlər, ağır çəkizlər, pöçür, kıvalt. Və ləhum məqami min hadid. Biz onlar üçün ağır çəkicilər düzəltmişik. Mümkün o cəhətdən hutamə, yəni sümüyü sındıran, qırıb tökən. Hutamə o mənada, hattamə sözündən deyir. Muhəşşimə, yəni əzib tökən mənada. Və ləza əlləhəbul xalis. Deyir ki, bəzən görürsən alovun içində hiss olur, pas olur belə bir şey. Bir də var xalis alovun özü, ona deyir ləza deyərlər. Vəl haviyə tə'nin naril muhriqə. Haviyə də yandırıcı o deməkdir. Xülasən hamısı təxminən birbirine yaxın mənalı sözlərdirlər. Və kəmə hu vazihun fə innə ər-ravda ləti tutləqu aləl cənnə tüzəkkiru billəzzə vəl fərəh. Deyir ki, ravda ki sözü var, yəni bağ-bağat. Cənnətin adlarındandır. Eşidən kimi insana ləzzət bəxş edir, fərəh, sevinç gətirir. Beynəmə tuşirun nar əllətiyə min əsmai cəhənnəm iləl əzab vəl-ələm. Amma o nar sözü eşidən kimi dərhal əzab və ağrıdıcılıq gəlir ki, Allah hər bir mömindən uzaq eləsin. İkinci nöqtə, dərəkatu cəhənnəm. Cəhənnəmin dərəkləri, mərtəbələri. Necə ki, cənnətin mərtəbələri var idi. Hər nə qədər insanın əməl salihi yuxarı olur, bir o qədər yuxarı mərtəbələr çatırdı. Eləcə də hər kəsin günahı çoxdursa, bir o qədər dərəkin, yəni o mərtəbənin aşağısına gedir. O aşağıda əzab çəkəcək. Təhtəvi cəhənnəm ələ tabaqat müxtəlifə. Cəhənnəm deyir ki, müxtəlif təbəqələrdən ibarətdən ihtiva eləyir. Və ləmmə kanət hadihi tabaqat xilafən lil cənnə təttəcihu ilə əl-əsfəl. Aşağı doğrudur. Cənnət yuxarıdırsa, onlarsa aşağı doğru çoxalır. Yəni, məsələn deyək, cənnətin birinci dərəcəsi, elə bil ki, deyək, aşağı sayılırsa, cəhənnəmin isə nədir? Axırıncı dərəcəsi, ən aşağı sayılacaq belə. Yəni, ən pisi, cənnətin deyək, birinci mərhələsi neymətin balacasıdırsa, cəhənnəmlə birinci mərhələsi nədir? Əzabın balacasıdır. Hər nəfər yuxarı getdikcə neymətlər çoxalacaq, üz aşağı getdikcə də cəhənnəmdə əzablar çoxalır. Deyir ki, fəqəd utliqə ələ kulli təbəqəti minə ismu dərək. Hər bir təbəqə, hər bir mərtəbəsinə dərək adı qoyub. Yəni, biz qoymamışıq, Allah Teala Quran deyir ki, mən Quran təbirdir. Və yüsəmmə məcmu təbəqati bi ismi dərəkatil cəhənnəm. Və səbəb fi vücudi təbəqatin müxtəlifə fi cəhənnəm huvə ixtilafı məratibi əhlin nar. Niyə görə dərəkləri çoxdur, mərtəbələri çoxdur? Çünki cəhənnəm əhlinin, od əhlinin günahları müxtəlifdir və müxtəlif günahlar nə eləyib? Məsələn deyək, Səddam Hüseyin milyona yaxın deyə adam öldürdü. Bir nəfər də bir nəfər öldürüb. Hər ikisi qatildir. Biri milyon insanın deyə qatilidir. Biri bir nəfərin. Əgər Allah Teala onlar ikisini eyni cəhənnəmdə əzab eləsə, bu ədalətdən olmaz. Hər nə qədər günah böyüksə ki, cəzası da bir o qədər böyük olsun, əzabı da bir o qədər böyük olsun. Fəyulda kullu vahidin minhum fil məkanilləzi yəstəhiqquhu minəl əzab. Hər biri o əzabdan haqq etdiyi məkanda yerləşdiriləcək. Bihəsəb ə'malihi səyyə. Və qəd zükirə fir rivayat ənə ədədə dərəkati cəhənnəm 7 təbəqat. Ki, bəzi rivayətlərdə gəlib ki, dərəklərin ədədi 7 təbəqədir. Yəkunul əzab fi kulli təbəqətin əşəd min sabiqətiha. Hər bir dərəkdə, hər bir mərtəbədə olan əzab özündən sonrakısından yüngül. Yəni, hər sonrakısı özündən qabaqçısından nədir? Daha əzablıdır, daha şiddətlidir. Kulləmə təcəhnə iləl əsfəl. Hər nə qədər aşağı gediriksə, Allah uzaq eləsin, bir o qədər o əzab çətinləşir. Və əfadəl Qur'an-ı Kərim bi ənəl münafiqin fi təbəqəl sufla min cəhənnəm. Fəqal. Allah Teala ən pis yeri sanki münafiqlər üçün deyir. Kafir kafirdir. Bilirik ki, kafirdir və ondan qorunuruq. Münafiq isə içi kafirdir, çölün müsəlman kimi göstərir. Heç vaxt ona şərrindən qoruna bilməyəcəksən.
İslam ümmətinə zərbə vuran əsas kafirlər olmadı ki, yəni İslam belə deyildi. Yəni kafirlərin qabağında çox da məğlub olmuyor. Əgər olubsa da bir 2-3 dəfə. İslam dünyası əgər məğlub da olubsa, həmişə nəyin hesabına? Münafiqlərin hesabına, ikiyüzlülərin hesabına. Özü sapı özümüzdən olan baltalar. Özü müsəlman kimi göstərib, isə kafirlərə xidmət edib. O vaxt da vardı, indi də vardı. Hal-hazırda niyə görə Qəzzada tutaq ki, deyək, bir şəhəri məhv eləyirlər, heç nə elə bilmir müsəlmanlar. Niyə? Çünki hamısını münafiqdirlər. Özləri müsəlman göstərirlər. O İslam ölkəsinin rəhbərləri 90% nədir? Münafiqdir. Az bir dəstə indi yaxşı kişilər də var, onların haqqına girməyək. Hələ İrandan danışmıram. Qeyri-laf ərəblərdə də Cəzair, məsələn, bəzi ölkələrdə vicdanlı kişilər vardı, İraqda ya Cəzairdə, başqalardan. Bir də o böyüklərlə rəhbərlər, krallar, prezidentlər. Amma 90% nədir? Münafiqdirlər. Yalandan deyirəm müsəlmana. Dalda da Yəhudinə nədir? Dodaq-dodağa öpüşür. O dövrdə də münafiqlərdən İslam əzab çəkdi, elə indi heç fərqi yoxdur. İslamın zərbə yediyi ən ağır nöqtə kimlədir? Münafiqlərdir. Özü müsəlman göstərir, müsəlman olmayanlar. Həqiqəti kafir olub özü müsəlman kimi göstərənlər. Ona görə Qurani Kərim nə buyurur? İnnel munafiqinə fiddərkil əsfəli minən nar. Həqiqətən münafiqlər o cəhənnəmin odun ən aşağı dərkində, ən aşağı mərtəbəsində olacaq. Və lən təcidə ləhum nəsira. Onlara heç bir köməkçi tapa bilməyəcəksən. Ola bilsin ki, bəzi kafirlər, bəzi ilahi rəhmətlərə şamil oldu. Məsələn, birdən kafir olub, ömrü boyu insanlığa xidmət eləyib. Ola bilər Allahdır. Bir çox həcrin dünyada verər, bəzi şeylərdə ahirətdə verər ki, məsələn, əzabı yüngül eləyər. Yəni ilahi rəhmət ona da şamil olar ki, düzdür, o kafir olduğunu cənnətə gedə bilməz, amma cəhənnəmdə yüngül əzabla əzab olunur ki, insanlığa xeyir verib, kiməsə zərər yetirməyibdir. Amma kafirliyi qoymur cənnətə girsin. Ona nəsə mümkündür bir ilahi rəhmət yetişsin. Bəli. Hatəm da ola bilər, iki zamanda da ola bilər. O qədər xeyriyyətçi insanlar vardır ki, həmişə insanlığın, bəşəriyyətin xeyri üçün çalışıb, heç kəsə zərər vurmayıb. Günahı olub ki, Allahı qəbulləməyib. Bu cənnətə girməyəcək, bunun yeri cəhənnəmdir. Əgər haqq çatıbsa, qəbulləməyibsə, cəhənnəmdir. Bəli, bir nəfər haqq çatmayıb, Allahın ədalətini rəftar ilə gedər cənnətə, işimiz yoxdur. Sözümün canı burasındadır ki, hətta kafirə də mümkün bəzi ilahi rəhmət şamil ola bilər. Amma deyir ki, onlara heç bir köməkçi satmayacaq. Hətta Allahın rəhmət də heç nə şamil olmayacaq. Münafiqlərə rəhmət yoxdur. Seyyid İstani Ağa'nın istiftasında sual var da ki, yenə var yox, çoxdan ki, oxumuşdur. Deyir ki, mən müsəlman olmuşam, ya müsəlmanam, ata-anam xristiyandır. Olar ki, mən onlar üçün də Quran oxuyayım. Ağa cavab verir ki, əzablarının təxfifi niyyəti ilə eybi yoxdur. Yəni, mümkündür ona da xeyr eləsin. Uşaq da İslama daxil olub, Quran oxuyur, xristiyan atasını, anasını hədiyyə edib, bəlkə də Allah da rəhm elədi, ona da şamil oldu ki, əzabı yüngülləşsin. Düzdür o, kafirli cənnətə getməz, amma mümkündür sənin oxuduğun Quran faydası bu olar ki, əzab içində olsa, əzabı yüngülləşər. Yəni, hətta mümkündür, bir xristiyana da, bir kafirə də xeyir dəysin. Amma deyir ki, bu münafiqlərə xeyir yoxdur. Və lən təcidə ləhum nəsira. Lən, ya təbid üçün, nə də təkid üçün. İndi təbid, ya təkid işim yoxdur. Sən onlar üçün heç vaxt köməkçi tapa bilməzsən. وفي حديث للإمام الباقر عليه أفضل الصلاة والسلام ذكر دركات السبع للنار وأشار. İmam Aleyhisselam, İmam Bakir Aleyhisselam cəhənnəmin 7 dərəkin, 7 mərtəbəsini sayar zaman belə buyurdu. Və əşarə ilə xüsusiyyəti kulli dərəkin minha vəl-əzzabilləzi yəşhəduhu əhluha. Hər birinin əzabından və hansı mərhələdə hansı insanlar yerləşəcək və nə əzab görəcək, onları işarə edib. Mübəyyinən ənə ə'laha əl-cəhim. Ən yuxarısı nədir? Cəhimdir. Thumma ləzza, sonra ləzzadır, thumma səqər, thumma l-xutamə, thumma l-haviyə, thumma səir və s-sabiyə cəhənnəm və hiyəl əşəd əzabən və ilamən. Bu, ən axırıncı deyil, cəhənnəmdir ki, ən ağrıdıcı və ən əzab vericisidir. Üçüncü, əvvab-ı cəhənnəm. Cəhənnəmin qapıları. Bu dərəkləri idi. Dərkləri nə oldu? Dərəkatı 7 dənə oldu və İmam Aleyhisselam da adların saydı. Əvvab-ı cəhənnəm li cəhənnəm səb'atu əvvab və qəd sərrəhə bizəlikəl Qur'anul Kərim fəqal və innə cəhənnəmə lə məv'iduhum əcməin. Həqiqətən cəhənnəm onların hamısının vədəgahıdır, yəni o günahkarların, o kafirlərin vədəgahıdır. Ləhə səb'atu əvvab. O cəhənnəmin 7 qapısı vardı. Likulli babinhum cüz'un məqsum. Hər bir qapıdan da məqsum, yəni bölünmüş dəstələr girəcək. Yəni sanki hər dəstə bir qapıdan girəcək. Necə ki cənnətin qapıları 8-dən neçədən qapı sayılmışdır hər bir
savab əhli, salih əməllər özünə uyğun bir qapıdan girəcək, eləcə də günahkarlar da öz günahına uyğun öz qapısından keçəcək cəhənnəm. Və yustəfad min bazı rivayat ənə əbvab cəhənnəm ləhə əlaqətun bi dərəkatiha və təbəqatiha. Bəzi rivayətlərdən başa düşülən budur ki, cəhənnəmin dərəki ilə cəhənnəmin qapıları arasında bir rabitə vardır. Fəlikulli təbəqətin minha babun xas biha. Hər bir dərəkin, hər bir təbəqənin özünə məxsus qapısı var. Fəyədxul əhlun nar min əbvabihəl müxassasa bihəsəb mərtəbətihi minəl küfri vəl isyan. Hər bir insan küfür və günah mərtəbəsinə uyğun olaraq özü üçün təyin olunmuş qapıdan keçəcək. Vərədə ənə ə'da əhlil beyt aleyhimussalam yədxulunə minəl babis sabi. Əhl-i Beyt əleyhissalamın düşmənləri, nasibilər və xəvariclər ən axırıncı, ən dərində olan 7-ci qapıdan girəcəklər. Və yəstəqirrunə fiddərkil əsfəl minəl cəhim. Və cəhimmin o, cəhənnəmin o ən dərin yerində olacaqlar. Heythu qalə Əbu Abdullah Sadiq əleyhissalam. Və babın yədxulu fihi mubğiduna və muharibuna və xaziluna. Və bir dənə də qapı vardı ki, oradan kim daxil olacaq? Bizə buğz eləyənlər, bizə inad eləyənlər, kin-küdrət bəsləyənlər və muharibuna, bizlə döyüşənlər və xaziluna, bizi tək qoyanlar. Bu xaziluna çox qorxulu sözdür. Həm də olsun ki, nə mübğiz deyilir, nə muharib deyilir. Xaziluna, bizi meydana tək qoyanlar. Xəzələ, bir nəfəri verirsən qabağa, özün gedirsən, onu tək qoyursan. Onu deyir, xazil. Şiyələrin böyük bir qismi xazil oldular İmam Hüseyin əleyhissalama, ya imamların hər hansı biri təhdid olunan zaman. Ona görə xazil hökmən deyil ki, nədən olsun, sünnidən, vəhabidən, kafirdən olsun. Hətta şiyədən də bir çoxları xazil ola bilərdilər. Təvvabin qiyamı niyə görə qiyam elədilər? Niyə addan tövbəkarlar, təvvablar qoyurlar? Süleyman ibn Surəd el-Xuzay və onun başçılığı altında olanlar. İmam Hüseyin Əsəm tək qoydular meydanda. İndi Allah bağışlayacaq, bağışlayacaq, Allahın öz işidir, onda işim yoxdur. Amma xəzil elədilər. Süleyman ibn Surəd el-Xuzai da deyə Əli əleyhissalamın ya Peyğəmbərin səhabələrindən idi. Həbib ibn Müzahirdə. Həbib qaçıb gedib qoşula bildi. Süleyman niyə qoşulmadı? Süleyman bəlkə ondan da daha fəqih idi, daha böyük alim idi. Elə adam deyil, yəni sənin adamı deyildi ki. Böyük ehtimal ki, Küfənin sayılıb seçilən kişisi idisə, onun elminə görə idi. Onun çoxlu pullar var idi. Ona görə indi Allah necə rəftar edəcək, Allahın işidir. Allahın işinə biz qarışa bilmərik. Amma nədir? İmamı xəzil elədilər. Birdən Küfənin sayılıb seçilən kişiləri, hərəsi bir 10 nəfər adam gətirsəydi, İbn Ziyad nə edərdi? Nə edə bilərdi ki? Xülasə İmam əleyhissalam 7-ci qapıdan keçənlər, bizə buğz eləyənlər, bizə kin-küdrətlə nifrət eləyənlər, döyüşənlər və xaziluna, onlar ki, bizi meydanda tək qoydular, bizi xəzil elədilər. Və innəhu lə'əzamul əbvab və əşədduha hərrən. Həmən o 7-ci qapı ən, belə deyək də, o qorxulu qapıdır, ən böyüdür və ən şiddətli hərarətlisidir. 4. Xuzzanı cəhənnəm. Cəhənnəmin o xəzinədarları, o idarə eləyənləri. Zukirə fil kitabi və sünnə əsman thələthə əsnaf minəl mələikə əl-müvəkkəlin bin nar. Qur'an-ı Kərimdə və hədislərdə 3 dəstə mələklərə adlarına işarə olunub ki, onlar cəhənnəmə müvəkkəldirlər. Allah onlar təyin edib ki, cəhənnəmi idarə eləsinlər. Və hum əz-zəbaniyə, bir dəstəsinin adı zəbaniyədir. Bir dəstəsi vəl-ğilazu şidad, qəliz və şədid, yəni rəhm bilməyən, qəddar. Vəl-mələikətü tis'ə əşər və 19 mələk. Bunlar hamısı Quran ayələrində keçən şeylərdir. Yaxşı, nədir bunlar? Əz-zəbaniyə, həzə huvə sinful əvvəl. Bu birinci dəstədir. Min xuzzanin nar və qəd zəkərəhumul Quran-ı Kərim qailən sənəd'uz zəbaniyə. Ələq surəsində biz zəbaniyələri çağıracağıq. Və ruviyəni İmam Ali ibn Hüseyin Əs-Səccad aleyhi afdalus salatu vəssalam ənə zəbani humul mələikətul müvəkkəlinə bi cəhənnəm. Yərbitun əhlən nar bil əqlal və yulqunəhum fi cəhənnəm. İmam Səccad əleyhissalamdan soruşanda ki, zəbaniyə kimlərə deyirlər? İndi bilmirəm, ərəb dilində mənası zəbənə nə deməkdirsə, İndi onlar öz dillərində nə başa düşürlər ki, imamdan onun batini mənasını soruşurlar ki, zəbaniyə nə deməkdir? Həzrət onu təfsir elədi ki, bir dəstə mələklər də ki, cəhənnəm əhlini zəncirlərə bağlayıb tullayacaqlar cəhənnəm. Onu deyirlər zəbaniyə. وَالزَّبَانِيَ إِذَا قِيلَ لَهُمْ خُذُوهُ فَغُلُّهُ ثُمَّ الْجَحِيمَ صَلُّهُ. Zəbaniyə olardılar ki, onlara deyiləcək, tutun bunları, zəncirləyin, cəhənnəmə salın. İbtədəruhu sira'an, dərhal o işi görəcəklər.
və ləhum nədir? Və ləm yunziruh və heç kəsə möhlət verməyəcəklər. Elə əmr gələn kimi tutub zəncirləyib cəhənnəm atan mələklərə deyirlər zəbaniyə. O bilər də qalsın inşallah gələn dərsə. Elhamdülillah Rabbil aləmin və sallallahu ala seyyidina və nəbiyina Muhammedin və alihi tahirin.